şeytana tərəf istiqamətlənmiş niyyətlərlə üzü qibləyə namaz qılmaq düz gəlmir. Gərək insanın içi də elə qibləyə tərəf olsun. İnsanın düşüncəsi elə Allah istəyən düşüncə olsun. O olur üzü qibləyə yaşayış. Məsələ bu deyil, bu tək bu kompasla tapaq ki, hə, qiblə Məkkəyə tərəf üzü budur, 4 rükət namazımızı qılaq. Məsələ bizim yaşayışımızın qibləsidir ki, bizim nəfsimizin, bizim ruhumuzun, bizim ağlımızın, bizim düşüncələrimizin qibləsi hara olur. Ordu təlqinində də insan deyirlər bunu ki, səndən soruşacaqlar bunu ki, şəhvət deyildi qiblən, dünya məhəbbəti deyildi qiblən. Qiblən nə idi? Harası istiqamətə yaşayırdı? Pul idi, ləzzət idi, məqam idi, Allaha bəndəlik idi. Bunun hansı idi səndə istiqamət? Orada soruşacaqlar qəbirdə bizdən.